9 mart 2025-ci il tarixində 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirilib. İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 255 imtahan binası və 4430 imtahan zalı ayrılıb. İmtahanın idarə olunmasına 255 ümumi imtahan rəhbəri, 721 imtahan rəhbəri, 5523 nəzarətçi, 773 buraxılış rejimi əməkdaşı, mühafizəçi, 255 bina nümayəndəsi ayrılıb. İmtahanda 70 nəfər sağlamlıq imkanları məhdud gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər abituriyentlər də iştirak edib. 11:00-da başlayan buraxılış imtahanı 14:00-da başa çatıb. Zəkəriyyə Qurbanov, Əli Ələkbərov, xüsusi olaraq Təhsil 365 İnformasiya Agentliyi üçün.